Hamı onu Leonardo DiCaprio'nun en yakın dostu kimi tanıyır. Hollywood'un en sevilen aktörlarından biridir. Ama az adam bilir ki bu insan artıq çekilərlə mübarizə aparır və 50 kilogramdan çox arıqlayıb. John Hill karyerasının əvvəlində ciddiyə alınmırdı. Onu komediyalarda şişman, gülməli oğlan kimi görürdülər. Əsli küylü insan kimi hamı onu tanıyırdı. Əsasən də komediya filmlərində tez-tez çəkilirdi. Superbad, Macho və Botan, Zaman Patrolu kimi filmlərdə iştirak edib. Hər filmlərdə o eyni xarakteri oynayırdı. Səsli, səliqəsiz və gülməli oğlan tipində. Bunun çəkisi müsahibələrdə, xəbərlərdə və şou proqramlarda tez-tez müzakirə olunurdu. Amma o təbəssümün arxasında uzun müddət artıq çəki ilə mübarizə aparan bir insan dururdu. John 50 kilogramdan artıq arıqladı və köhnə imicindən imtina etdi. Hələ Wall Street Canavarları filmində Leonardo DiCaprio ilə dost oldu. O vaxtdan bəri demək olar ki, ayrılmazdılar. Birlikdə partilərə gedirlər, maçlara gedirlər, gəzirlər, dostluq edirlər. DiCaprio onu qardaşım adlandırır. John isə deyir ki, Leonardo onu olduğu kimi qəbul edən az insanlardan biridir. Və sizcə o düz etdi, arıqladı, yoxsa yox? Çünki arıqlayandan sonra yeni filmlərə demək olar ki, çəkilir. Yazın, müzakirə edin.